A hərfi A avazı aytilgan hər urunda yazıla. Məsələn, ağac, qara, sanaq. Tatar həm rus dillərindəki A avazları bir qədər ayrılalar. Tatar dilindəki A avazı basımsız icikdə irinləşib I avazı təsməri bilən aytilə. Lakin bu yazıda çağılış tapmay. Məsələn, balalar. Alınmalarda qay bir urunlarda A avazı işitilsə də qrafik prinsipdən çıxıb I hərfi yazıla. Məsələn, agronom. Hərfi avazı aytilə turğan urunlarda yazıla. Məsələn, əni, ərəmə, qədət, qənəğət, yaş, səyahət. I hərfi iki avazğa bilgi bulub yeri. Qısqa aytilişli I avazını bildirgən I hərfi sözünün barı birinci icigində gənə yazıla. Başqa iciklərdə I avazı təsməri bulsa da tarixi prinsipdən çıxıb I hərfi yazıla. Məsələn, bulutunun, tutunub, qıtıb, sınğı. Alınmalardağı morfemalarda ızın aytilişli O avazını bildirir. Məsələn, foto, morfologiya, traktor, psixologiya. I hərfi I avazını bildirib barı birinci icikdə yazıla. Başqa iciklərdə I avazı təsməri bulsa da tarixi prinsipdən çıxıb I hərfi yazıla. Məsələn, bitirilib, qıttırdı, bütünüsü, sütü, dürüs, tütün. Manda iskərmək gerek. Birinci icigində I yəki I avazı bulğan söz, I yəki I hərfi qoşma söz işində kilgəndə qoşma sözünün ikinci, üçüncü həm başqa iciklərində də yazıla. Məsələn, isqırma, aqqış, zınbırın. U hərfi U avazı aytilgan hər urunda yazıla. Məsələn, ut, qul, sarut, uqu. U hərfi U avazı aytilgan hər urunda yazıla. Məsələn, bul, irtük, bəllür. I hərfi qısqa aytilişli I avazını bildirə, həm aşıq iştilə turğan, ansız məğnə bızıla turğan urunlarda yazıla. Məsələn, iq, ılız, ındır, qıtıqlı. Alınmalarda ızın aytilişli I avazı bulğanda I yazıla. Məsələn, sıyır. I hərfi iki avazğa bilgi bulub yeri. Tüp sözlərinin tiləsə qaysı urununda qısqa aytilişli I avazını bildirə, həm aşıq iştilə turğan, ansız məğnə bızıla turğan urunlarda yazıla. Məsələn, işçi, elik, it. Rus dilindən həm rus dili aşağı kirgən alınmalarda sözünün tiləsə qaysı urununda ızın aytilişli I avazını bildirə. Elektr, telefon, bilet. I hərfi I avazı aytilgan hər urunda yazıla. Məsələn, kitab, fənni, şiğri.